Herkese salam, kanalıma hoş gelmişsiniz. Aparıcı Vüsalə Əlizadə sosyal medya hesabında yepyeni foto ve videolar paylaşıb. Onun paylaşımı hər kəs tərəfindən maraqla qarşılanıb. Vüsalə Əlizadə qızı Diləklə bağ evindən yepyeni görüntülərini sizlərlə paylaşırıq. Videonu izləyib xoş sözlərinizi yazıb. Dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Bugün ətdən yarım fabrikatlar günümdür. Qovurma, jarkov və salatlar üçün qaynatmış ət hazırlayıb qoydum. Tərtəmiz, pambıq kimi qaynadı, yumuşaq. Səbzi etmək olar, qovurma etmək olar. Yanına kartuşka, soğan, pomidor, qrup, jarko etmək olar. Və bir də salatlara mən istifadə edirəm. Bu bir qabdır, bir qabda belə doldurup koyuram. Hazır qaynanmış vəziyyətdə. Bu küftə üçündür. Küftə pişirmək üçün. Bu mənim dolmalarımdır. Belə hamısını tek sərmişəm belə. Bu da mənim kotletlərimdir. Bir qəndə onları da dondurucudan çıxardım. Qablaşdırmalarını edib yenidən qoyacağım buzluğa. Belə. Bugün çox iş görmüşəm. Məhsuldar gün oldu. Bak sakitdir. Buna ne bileyim? Bu deli doğu diye. Bu tam mematidir. Yo. Burası necə ayıra bilərəm bari? Yaxşı oynamayayım duyğularına. Ama bəs gəlmir bizə rəşotkan. Yiyişə var. Abi neçənci müharibədən çıxıb mən. Şimdi birazdan var bir şey ye. Hele ki 3 aylıqdır var. Hele şükür. Bu sakit diyorsun. O sakit ol, bir durmuş. Bax sür ağzına, yanaqlarını yiyir hər şey. Doldurur ağzını. Gedir orada yiyir də. Çırıldı ağzın. Basıb ağzına, arasına var şişib. Bax, hələ bunu da ora aparır. Nə versəm bu deyil aparacaq. Bu tərəfi şişib. Mən səni necə aşağı gətirəm? Belə yedim maşınızı. Çataq. Yaxşı, bəsdir get uşu sən. Yedin daha, get. Görməm. Yedin. O böyle de yiyir. Kışkırdı da yiyir. O birini de mani elədi. Deyək qırışı var yemeği üstəsi, onun bananını tapdı. Eləmə, o yazıldı, onun bananı ayrıldı, sənki ayrı. Bərabər bölmüşəm ikimizə də. Fiqtar. Yox, biri də gəlir. Baba, qışqırır. Səslərilə bir tok keçirəndə səs. Fiqtar. Yox, biri də gəlir. Baba, qışqırır. Səslərilə bir tok keçirəndə səs gəlir. Ava, çıxıb üstə yemeği ver. Ava. Ay Allah. Yox, birini təriyir. Apa qoyur orayı. Ağzın doludu bax, yəni səsi şişib. Karıştırırım, bilmirəm hansı hansınındır. Nasıl içəriyle biraz. Əlinlə qoymur onu vururdu. Ay Allah. Dilek qablarına tökeysindən belə Ne gidiyor. sohbet var ha. Evdə işlərimi bitirdim. Hazırlaşdıq, yığışdıq, gedirik bağa. İnşallah yazın gəlişi. Bilirsiniz ki, təmizlik lazımdır. Ona görə bugün bağda təmizlik günümüzdür. Hamı oradadır. Təmizlik şirkəti, bağbanlarımız. Mən də gedirəm görüm vəziyyət necədir.
salatı. Bunsuz da günüm olmasın. Gözüm ancağımdır. Elşən, bəs ağacları niyə təmizləməyiblər? Necə? Ağacları Yox, təmizləməyiblər. ağacları yəni yox. Ağaclar şura. Hələlik bu geriyə zadı təmizlədi, otları zadı hamısını. Getdi o zaman? Getdi. Görmədim bəs şeyləri. Başlandı. O istəmir, bu istəmir, başlandı. Baxın o qədər dərdi var ki, ona görə qorxuram gəlməyə. Dərmanlamısan? Biraz bulanırdı, amma təmizlənince ama dərman almaq lazımdır. Və deyərdin onu da aldırardım da bir dəfəlik. Hə? Deyərdin aldırardım da bir dəfəlik bugün. Onun için zakaz eləyərəm da. Okay. Görsən taxtamız oldu yəni ki. Dolub qəşəng tamdı. Akşama üzeriniz bu bulanlık gedecek. İnşallah. Xanımımız gəldi, çıxdı və başlayırıq çəkilişə. Neyəcəyik Sərə xanım? Gecenin bir saatinde Ne çəkirik? Hanımın beyni çönüp maşın yumak. İçəridə güclü bir təmizlik gedir. Onun çəkilişini etmişəm artıq. Temizliği eləyirik ki inşallah bayrama temiz qəşəng çıxar. Adətdəndir də təmizlik. Həmişə yadımdadır ki uşaq vaxtından nənələrim eləyirdi. O vaxtdan beynimdə qalıb. Hər Novruzda bir başqa bir enerji gəlir mənə. Bəli. Mən sevirəm Mart ayını. Novruz İçəridə bir bayramını komanda sevirəm. çalışır. Oranı çəkmişəm. İndi isə maşın yuyuruq, hə? Sərə xanım. Bəli. Sən edin. Bayaq evdən çıxanda, bayaq deyəndə, yəni günortaydı, saat 3 olardı. Bu noxudları təmizlədim. 2 kilo noxud var burada. Təmizlədim. Suda islatdım. Bundan biraz balaca qazanda eləmişdim. Suda islatdım. Dedim qalsın suda. Həm bilirsiniz də acı suyudur, qazıdır o, çıxmalıdır. Dedim qazı çıxsın, həm də qalıb suda, bax belə şişəndə, böyüyəndə. Sonra yaxşı pişir, dadlı olur, həm də rahat pişir. Ona görə yığmışdım. Gəldim, gördüm ki, şişib, daşıb tökülüblər qazandan. Ona görə keçirdim böyük qazana. Yerli noxud idi, çox balaca idi, dıngılı idi. Amma anam dedi ki, yerli noxud al, qəşəng olacaq. Mən dedim, bu necə şişəcək? Şimdi gəlmişəm, görürəm, ay, keyki olublar. Qəşəng hələ saxlamışam, səhərə yaxın bunu pişirəcəm. Yeməklər üçün hazırlayıb qoyuram buzluqda, rahat olur. Əvvəl marketlərdən alırdım. Sonra gördüm ki, sərf edəmir, çox baha olur. İçində də az olur. Bir yeməyə istifadə edirsən, bitir. Belə yerli noxudu alıram, böyük kilo və rahat istədiyim qədər paketləyib yığıram buzluğa. Bir də bu lobyanı eləmişəm. Bilmirəm, elə uşaqlıqdan bunu eşitmişəm ki, Rus lobyası deyirlər. Həm vinegredə hazırlanan lobyadır, vinegredə gedən lobya, həm də çox gözəl sup olur da. Mən uşaqlıqdan hədsiz dərəcədə sevirəm lobya supunu. Deməli, bunun da suyu var idi və lobya buradan idi də, belə aşağıdaydı. Gəldim, gördüm ki, belə topuş olublar, hamısı qalxıblar. İndi su var əslində içində. Bunu dəyişmədim hələ. Dedim, çəkdim, sonra dəyişərəm. Yəni dibində su var. Dedim, qaldıra biləcəm. Ay, ağırdı. İçində var, görünür su. O qədər şişiblər ki. Yəni indi bu suyu atacağım. Bunu da keçirəcəm başqa böyük qazana. Qazan qıtlığı yaşayıram. Sonra bunu da qaynadacağım. Bunu da yığacağım buzluğa. Həm vinegret salatından, həm lobyalı ət salatı eləyirəm. Çox dadlı olur. Konserv lobya da işlədirəm ona. Amma belə lobya daha yaxşı olar.
Bir də lobya sup eləyəndə istifadə edə bilərəm. Çoxdan da hazırlamırdım. Kəsmikli, bananlı, yumurtalı, bir də yulaf əzməsi tərkibli bu peçenyalardan. Bir də bir yaşıl alma rəndələmişəm içinə əlavə olaraq. Biraz da kişmiş. Küncüt, balqabaq tumu, qoz. Bunlar da təbii ki var hər zaman olduğu kimi. Amma un yoxdur, yağ yoxdur və şəkər tozu yoxdur. Belə. Gedirik pişməyə. Mənim gözəl qızım, ağıllı qızım. Yine imsakdadır diləyim. Maması hazırlayıb Allah yetirəndən. Yəni mən hələ indi gedib yatacağım.